Salam dostlar, bugün sizə bir yerdə Minecraft'da 1.21.5 sürümündə hardcore qaldığımız yerdən devam edirik. Və gördüyünüz kimi elmas setem və envanterimdə biraz 4 dənə də elmas artıqdan qaldı. Mən bundan əvvəlki bölüm bildirdiyim kimi bəlkə videonun içində biraz kasılarım, biraz kasılarım dediyimdən yəni biraz elmas kasdım. Yəni burada elə bir dənə köylər üçün yer hazırladım. Bildiğiniz kimi buranın yuxarısında köy var və biz o köydən bura köylü gətirəcəyik və bu köylere iş verəcəyik. Yəni bu bölümdə dəmir farmı eləməyə fikirləşirəm və dəmir farmından çıxan dəmirlər də buradakı köylülərə dəmircilik işini verib dəmir ilə zümrüd takasına boşlaya bilərik. Yəni onun üçün belə bir yer hazırladım və mən bu yeri gördüyünüz kimi nə qədər odunum var. Yəni bu yeri şey eləmək üçün belə daha daş saxlamayacağam da. Daş saxlamaq üçün odunum envanterimdə var. Oraya yaxşı bir dənə qəşəng bir dənə görüntüsü olan bir yer hazırlayacağım. Gördüyünüz kimi buradan yuxarı çıxan köyümüzə gələn bir yol var. Yəni, buradan atlasına böyük ihtimal hardcore nərəsiyə gedər. Burada da evimiz var. Burada sandıqda biraz ametist parçası var. Dəmirimiz var. Bu sandıqlarda, fırınlarda bir şey yoxdur və bu köydə köylülər. Harada da bu köylülər? Amma qonaqlıq deyil, qışı varmışsa. Sömürmüşəm bunlarda. Yəni bir şey saxlamamışam. Bu köydə yancıq yenə də. İndi mən dəmir farmını köyün düz dibində eləyənmərim, yoxsa heç verimi olmaz. Onun üçün köydən 50 blok, 30 blok, 40 blok uzaqlaşmalıyam ki, bu dəmir farmı yaxşı, verimli bir şəkildə işləsin, yoxsa mənim heç bir işim yaramaz. Və belə hə. İndi bəlkə 50 blok İndi bəlkə 50 blok uzaqmış, amma bu qədər uzaq çox olar birdən. Suyun içine eləmək istəmirəm. Elə bəlkə də buraya eləsəm yaxşı olar dəmir farmını bura. Amma çox uzaq oldu burada. Əslə buraya eləyim bəs yerə. Bura yaxşı olur. Düz bura. Onda mən bu dəmir farmının malzemələri çox asan birdir. Köyləri gətirmək çox çətin olacaq. Çox çətin olacağı, çox asan olacaq aslında köylə gətirmək. Texniyə mindirəcəm, gətirəcəm. Biraz bu gelim köy bir dənə malzemələri üçün sandığa doldurun, video devam edəcəm. Gördüyünüz kimi dostlar, malzemələrimiz bu sandıqdadır. Hətta taşlarla taş tuğla pişirib burada taş tuğla elədim. Həm daha torpaqdan daha yaxşı görsəcək və bura düz orta nöqtəmiz olacaq. Buradan 2 dənə blok müsbət şəkildə, üstəgəlmə şəklində beləsinə qırırıq və sonra da bunun buraların belə birləşdiririk. Birləşdiririk deyəni tam birləşdirməyəcək əslində. Biraz bunu düzəldək. Biraz sərgəli olsun da yəni. Sonra belə. İndi buranı qazandan sonra burada belə 1, 2, 3, 4, 5 taşdır. İndi buradan o yana 7 blok çıx. 1, 2, 3, 4, 5, 6, 7. İndi bunun aralarını birləşdirəcək, ancaq buraları biraz da qırmaq lazımdır. Nəysə. Birləşdirdik və buna bir qat da çıxacaq. Çünki buralara köylü qoyacağımız üçün köylülər bu ərazidən qaça bilməsin deyə görürsünüz devam şiirli mahkəmədə düşdüm. Hal olsun, mənə istəyirik. İndi gəlib buradan 3 dənə yatağımızı aldıq. Bunları aldıq və bunu da istəyirsiniz video kimi də götürüb istifadə edə bilərsiniz öz dünyanızda, amma 1.21 üçündür. 1.24 üstündə üçündür. İndi bura yataqlarımızı bu şəkildə qoyuruq. Köylülərin yata biləcəyi bir yer olsun və basamaqlarımızdan belə qoyuruq.
Bəli. İndi isə bunu eləyəndən sonra təzədən gəlirik. Bura teklimizi alırıq, lavımızı alırıq, suyumuzu alırıq. Bunu. Sandığı da alırıq. İndi sonra gəlib burada tekneyi düz ortaya qoyuruq. Mən nə işə alır? Hə. İndi gəlirik isə çukur qismına. İndi düz ortasına qırırıq. Ortadan 2 dənə belə qırırıq. Sandıqlarımızı belə qoyuruq və hunini gəlib buna bağlayırıq. Bağlandı. Hə, bağlandı. İndi bu sandığı bağlayandan sonra tabelalarımızdan birini huninin üstünə qoyacaq şəkildə. Belə bunu səhv qoyduq. Hop. Bunu belə tabeliyə tərəf, amma bu olmadı. Hop, belə. Hamısını belə eləyirik. Hop, bunu qoy. Hop, sonra belə. Sonra belə etdikdən sonra isə və gördüyünüz kimi dostlar, bunun bu tərəfini belə eləyəndən sonra gəldik. Lavımızı belə shiftə, belə səhv qoydum. İndi shiftə basaraq düz üstünə qoyuruq, ancaq biz yanmayaq. Çünki lavı gələndən sonra golem orada yansın, ancaq bunu eləmədən əvvəl bir dənə burada sınırsız su qaynağı eləyək. Çünki bir də oraya gedib qayıdıb gəlmək lazım olmasın. Hop, belə eləyəndən sonra bunu kənar tərəflərinə qoyuruq. Hop, bunu bura. Bunu alandan sonra da bunu bu tərəfə hal-hazırda qoyuruq. Bundan sudan dolduraq. Ay, böyle o lav getməsin hala. Yaxşı. İndi bunu bağlayaq. Yeməyimizi yeyək. İndi buranı qıraq bir dənə. Pis görünməz. Nə pis görünəcək əslində. İndi mən bura köylüləri gətirəndən sonra video davam edəcəm. Gördüyünüz kimi dostlar, mən dəmir farmını bitirdim. Çox verimli bir şəkildə işləyir. Bir dənə buradan. Gördüyünüz kimi mən köylüləri gətirdikdən sonra ora bir zombi qoydum. Göstərim. Gördüyünüz kimi burada zombi və mən bu blokların üstünə düymə qoydum. Əgər düymə qoymasaydım, dəmir golem bunun üzərinə doğulacaqdı. Doğulduğu üstdə bu suyun içinə getməyəcəkdi və 2-3 dəqiqə içərisində qoyub bu döyülsə, ondan sonra 2 dəqiqə, mən buradan onun sonra AFK qoyacam. 2-3 dəqiqə keçdikdən sonra düz 30 dənə dəmir yığıldı, yəni 2 dəqiqəyə. Və buranın ətrafını daşdan doldurdum, bura ətrafdan başqa bir yaratıq gəlməsin deyə. Yəni bunun üstünə doğulma imkanı yoxdur, çünki 7-7'lik bir alanı şeylədim kürəkdən. Onun üçün burada hər hansı bir yaratıq doğulma ehtimalı yoxdur. Mən burada AFK qoyacam, yəni oyunu. Amma indi yox, videonun 5 sonlarına yaxın burada AFK qoyaram. Amma indilik AFK qoyacağıma qoya bilərəm, inanmıram. Ancaq bura məsələn ikinci hesab, başqa hesabdan gəlib burada AFK, o hesabı AFK qoya bilərəm. Amma hələlik lazım olmadığı üçün mən sonra gəlib bu farmı işləyəcəm. Onu da o evə buradan gedəkdir, ancaq bunu ver, buranı düzəldək, sərgiyə eləyək. Sərgi yaxşıdır. Mən sonra bu farma gəlib videonun sonlarını yaxın hətta eləyərəm onu. Bu farma gəlib burada AFK qoya bilərəm. Çox yaxşı işləyir, verimli bir şəkildə işləyir. Çox da uzaq deyilmiş. Valla. Bir 50 blok inşallah olur, ancaq ya böyle ihtimal var çünki işlədir. İndi biz buradan evimizə tərəf gedək. Hop. O köylüləri qaçırmaq da çox asan oldu. Hop. Hop, sonra belə yavaş-yavaş düşək və evimiz budur.
Gördüğünüz gibi dostlar, ben envanterimi yadım boşalttım. Obsidianler ve kitaplar belirtmişim şöyden kasmıştık. Obsidian 8'den 10 sərək portal üçün. Portala indi nedir 10 indi getməyəcəm. Biraz daha kitap alaq. Craftingimizi qoyaq və bura büyü masası yazaq və büyü masası düzəldik və 30 XP üçün də biraz kitablıq düzəldək. Hətta daha çox kitablıq. Bunu çevirək. 29 dənə bəs eləməz. Çünki 30 seviyə istirik və biz 39 dənə bəs eləyərik çünki. Bu büyü masasını hara düzəldəcəm? Bəlkə bura düzəldim düz. Buralığı məsələn düzləşdirib də eləyə bilərəm. Büyü masası hara yaraşır? Məsələn düz belə gedib vura bir dənə büyü masası ərazisi hazırlamaq olar. Nətər eləyək büyü masası üçün? Bəlkə də burada bir dənə yeri hazırlayaq. Məncə də eləyək buranın içərisinə eləyək büyü masasını. Biraz blok qazacaq ancaq neysə. Hop, qıraq buraları. Çox da böyük bir ərazi lazım deyil büyü masası üçün. Əsas bir uzunluq bu qədər olsa elə bəsdir. Polinə bəs eləyər bu qədər. Kapıda yazıyor. Hop, bir blokda bir bu qədər bəsdir. Bəsdir, bu qədər uzunluq eyni. Bir də yuxarı doğru bir 7-8 blok bəlkə qassaq yaxşı olar. Oha, nə qədər daş qasırıq ha biz. Daşları toyacaq. Bir də başqa farmların da eləməmi başqa məsələn nə farm eləyə bilərəm? Altın farmı nedirdən, nedir üstündən altın farmı eləyə bilərəm. Zümrüt və totem farmı eləyə bilərəm. Amma asan deyəsə, o qədər çətin deyil, ancaq verimlisi üçün çətin, biraz çox vaxt alan bir farmdır, ancaq verimli olması üçün də çox vaxt lazımdır. Videonun sonlarına tərəf dediyim kimi o dəmir farmında AFK qoyanda orada bir şey eləyəcəm. Ayda nə idi onun adı? Yadımdan çıxdı. Şey eləyəcəkdim. Estağfurullah deyəcəyim şey yadımdan çıxdı. Neyse de bildiğiniz hızlandıracağım oraları. Ne kadar 1-2 saat en az 1 saat AFK koyacağım. Özü də görərsiniz nə qədər çıxdığını. 1 saatdən də bir yarım saat yat qoyaram bəlkə AFK. Yəni baxaram da. Hop, büyü masası yeri hal-hazır. Ancaq buralar biraz düzenləmək lazımdır. Biraz pinti yerlərdə bütün bir kırık taşın içində qalmaq pisdir. Yəni onsuz bu evi defenli düzəldəndə mən bütün hər tərəfi düzəldəcəm onsuz. Bunu qoyaq. Hop. Mənim 32'm yoxdur ki, onsuz inərək büyü basamayacam. Çox deyil deyəsən. 3 qat çıxaq. Artıq almasından qalacaq. Valla biraz şəkilli şükürlü olsun deyə belə deyək. 8 dənə artıq qaldı. Bunlar da kitab eləyək hadi. Mən də 30 XP lazım olduğu üçün XP bölgəsində mob farm eləyərəm. Bu videoda bəlkə mob farmını eləyəm. Yox, bu videoda yox. Bu videoda hərək lazım deyil. Lapisim var mənim. Gedək bir dənə yuxarıdayıq, gələk. Bəlkə elə orada lapis var. Bir də çıxmışkən deyə atarım. Yavaş yavaş, bu yoldan yavaş yavaş. O kadar da yavaş değil aslında. Kısa yolda. Gecə də indi hal-hazırda. Yəqin ki gecədir. Gedək bir yataq. Uyğumuzu alaq.
İndi lapis bəli almışam. Elə bir də bu sandıqdakı lazımlı şeyləri alaq. Ad etiketin ya da isim etiketin yadan alaq. Və bu sandığı lazımsızlara ataq. Məsələn bu lazım olmaz. Patates lazım var. Algılayıcı ray alaq. Ametistləri alaq. Sonra onlar gəlib alaram. Yatağımı da götürüm. Aşağı. Bu köyə bəlkə çox uğramaram. Yox, uğrayacağım yenə də. Gələcəm bu köyə. Biraz riskli bir şey diyeceğim. Buradan inşaattan denize düşüyorum. Eyvallah. Neyse oradan atlanıp direkt denize düşürük. Şimdi bütün envanterimdeki aldığım şeyleri atak. Hop. Lapis şimdi. Dön 2x birlik basabilirik. 30x olup da kurulmazlığı 3. 30x film olsaydı basardım. Ne kadar onda? Belki elə farmı bu videoda eləyim. Bir dənə gələk dəmir farmına dəyək görək. Dəmir farmı mən orada həmin yerdə olmasam da işləyəcək. Axırıncı və buraxanda 35 dənə dəmir var idi. Görək 35 dənə dəmiri keçə bilib. Yəni biz orada olmayanda da böyle etməz şey olmaz ancaq yenə də. Burada yer düzəldimi tırmanmaq üçün. Ama bura biraz parkurlu olacaq. O belə gedək. Sonra buradan deməli belə qoyaq da. Tən yuxarı çıxmaq üçün. Sonra belə gələk. Sonra belə. Vay, parkurlu yollardan çəkirəm. Bir dənə elitram olsaydı. 2 utacaqdım vız. Hop. Aha. Belə eləyək. Ondan sonra belə buradan çıxacaq, gedəcək 2 saniyə vurduyıq. 1-2. Çatdıq da yəni. 1-2. Bəli, çatdıq. Görürsünüz, dedim də 2 saniyə çatdıq. Hop, farmımıza hal-hazır atdan əmmədim, olsun mənə. Aha, deyəsən işləyir, işləməyə də bilər, bilmirəm. Bir gələk, yox işləmir. Gələk biz burada AFK qoyaq ki, bu farm işləyər vəziyyətdə olsun da bu musiqi nə qədər səkəlir. Biraz oyun düşmanca onlardalar. Belə yaxşıdır. İndi golem yəqin ki başqa yerdə qalmaz. Bəli, elə orada da olur. Onda biz burada qalsaq bəlkə fantomlar gəlib bizi yeyə bilər. Gecələr hər zaman olacaq. Onda mən burada videomu bitirmirəm. Biraz AFK qoyalım, sonra bəlkə nağara bilərəm. Yəni hızlandırmayacağam. Bir dəfə videonu kesik kimi paylaşacağam. Onda 1 saat vaxt keçəndən sonra video tamam eləyəcəm. Və gördüyünüz kimi dostlar, mən 1 saat AFK qoyandan sonra bu farm çox belə yaxşı işləməyə başladı və 1 saatın ardından mən belə arada bir gəlib baxırdım, qırmızı çiçək sandıqda olmasın deyə qırmızı çiçəkləri atırdım və bir yeni sandıq dolusu dəmirim var. Vay canına. Yəni bu qədər dəmiri nə eləyərəm bilmirəm. Bəlkə videoda desəm fənər eləyərəm. Yəni dediyim kimi qırmızı çiçəklərin, cenciklərin asas olmasının səbəbi də bütün envanterimdəkiləri boşaldırdım və gördüyünüz nə qədərə, yəni çox tez doğulurdu dəmir golem. Yəni həyatımda ilk dəfə dəmir farmı eləmirəm. İlk dəfə düzəltdiyim dəmir farmı bu qədər verimli işləyir və həddindən artıq çox dəmir bloğum olacaq. Mən sonra bəlkə bunu yenə AFK qoyaram. Gördüyünüz kimi həddindən artıq çoxdur. Nə qədər dəmir bloğu çıxır. Arada bir 5-2 dəqiqə işləməzlik gedir. Çünki o yatağın üstünün düz kənarı keçirlər, qorxmurlar. Onlar da problem eləmir.
Görürsünüz, çox tez işləyir. Yəni indi buraxdım və nə çox tez işləyir. İndi yenə dəmir bloğumuzu eləyək və 1, 2, 3, 4, 5 seçmiş artı 7 dənə dəmir bloğu oldu. Onda dostlar videomuzu bitirək. Ondan sonra videomuz bu qədər olsun. Hardcore'un bölüm 3-ünün gəlməsini istəyirsinizsə bu videoya 6 like atın. 6 like gəlsə bölüm 3 sizə gələcək. Digər bölümdə də bəlkə XP farmı edə bilərəm. XP kasmaq üçün XP farmı edə bilərəm. Mob farmı yəni. Onda bye bye.